Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Artıq bildiyiniz kimi 2 gündən sonra 1-ci və 4-cü qrupların 1-ci mərhələ qəbul imtahanları start götürür. Və bu səbəbdən də bizim artıq 11-cilərlə son hazırlıqlarımız baş tutur. Şagirdlər hal-hazırda Dövlət İmtahan Mərkəzinin son illərdə imtahanlara və sınaqlara saldığı sınaqları işləyirlər. Əlimizdən gələn qədər artıq çalışmışıq. Ümid edirəm ki, şagirdlər ümidlərimizi tam doğruldacaqlar. Uşaqlar, yorulmamışıq. Həyəcan yoxdur ki imtahana. Niyə səs çıxmır? Nərmin, yorulmamısan? Sevinç, salam, necəsən? Salam, müəllim, sağ ol, mən də yaxşıyam. İnşallah imtahanı da 2 gündən sonra təəssüratların necədir? Həyəcan yoxdur? Elə də yoxdur, yəni. Çünki 2 ildir müəyyən bir sistemlə çalışırıq deyə, yəni ümid edirəm ki, imtahanda yaxşı keçir. Özdə səndə 4-cü qrupdur, ağır bir qrupdur, çox əziyyət çəkmisən. İnanırıq ki, valideynlərinin, müəllimlərin əziyyətini yerdə qoymarsan. Özündən sonra gələn az yaşlılara, aşağı siniflərə nə məsləhət görərdin, yəni bu qrupu seçən zaman? Məsləhətlərim onlardır ki, vaxtlarını düzgün bölməyə bacarsınlar hər bir fən üzrə və müəyyən tutaq ki, dərsim sabah yox, 3 gündən sonradırsa dərsim, həmən axırıncı günə dərslərini saxlamasınlar. O dərsdə müəllimə tapşırıq versə, müəyyən bir cədvəl üzərində bölsünlər, hər gün müəyyən qədər işləsinlər ki, həm özləri çox yorulmasınlar, həm də dərsləri müəyyən qədər ağır təşkil etsin. Çünki həm məktəbə gedirlər, həm də hazırlıq dərsləri, hər ikisinin dərsləri olduqca ağır gələ bilər. Ona görə də hər birini müəyyən sistemlə bölüşdürdükləri zaman daha az yorulacaqlar və özlərinə də vaxt ayırmağı daha yaxşı vaxt ayıracaqlar. Aydındır, aydındır. Çox gözəl, çox gözəl. Sonda bir sual verim. Səncə ən çox sevdiyin elm hansıdır? Amma tam samimi. Fizikada ən çox sevdiyim fən. Uşaqlar tövsiyə edirəm ki, ən çox vaxtlarını fizikaya həsr eləsin. Aha, səmimi cavab üçün təşəkkür edirəm. Elcan, salam. Necəsən? Çox sağ ol. Elcan bizim 11-ci sinif şagirdimizdir. Emosional bir şagirdimizdir. Elcana doğrular arzu edirik. Elcan, sən nə məsləhət görürsən? Məncə hər şey indidən hazırlasınlar, dərslərə daha ciddi olsunlar. Yəni 11-ci sinifə hər şeyi saxlamasınlar ki, 10-cu sinifdə hər şeyi bacaracaq. Məncə 10-cu sinifdən daha yaxşı oxusunlar ki, 11-də ona rahat olsun hər şey. Bəli, bəli. Çox sağ ol Elcan. Hər şey yaxşı olar. Təşəkkür edirəm səmimi etirafın üçün. Mehrac bizim savadlı şagirdlərimizdən biridir. Yəni o yalancı açqı taxanlardan deyil, yəni gerçək açqı taxanlardandır. Mehraz, özün necəsən? Nə məsləhət görürsən səndən sonra gələn gənc nəsilə? Düzü, sən özün də gəncsən, amma artıq abituriyent dönəmini geridə qoyursan inşallah, sağ-salamat. Məsləhətin nə olardı? Yaxşı çalışmaq, dərslərini vaxtında eləmək. Aha. Və sən vaxt, yəni az yaşından etibarən riyaziyyatı yaxşı oxumusan və onun da nəticəsində yuxarı siniflərdə 10-11-də rahat oldu da sənə, düzdürmü? Fizikanı, digər fənləri öyrənmək. Yəni, kiçik yaşlarından çalışmalılar, düzdürmü? Uğurlar, uğurlar. Bir də Allah axırımızı xeyir eləsin. İnşallah, inşallah. Xeyir eləsin. Sizdən hərəkət, Allahdan bərəkət. Necəsən? Xoş gördük. Sənin ürək sözlərin nə olacaqdır? Ürək sözlərim odur ki, dərslərini yaxşı vaxtında çalışsınlar ki, 11-ci sinifdə çox əziyyət düşməsin. Qrup seçənlərdə yaxşı fikirləşsinlər, yəni birinci qrup asan deyil, seçməsinlər, çətinliyi nə var. Ona görə seçim düzgün eləsinlər ki, sonra axırda yaxşı olsun. Düzdür. Çox sağ ol Nicat, təşəkkür edirik. Çox sağ ol. Bizim bütün uşaqlarımız 11-ci sinif deyil. Bizim hətta 10-cu siniflərimiz var ki, baxmayaraq ki 10-cu sinifdir. Artıq 11-lərin proqramını tam mənimsəyib, artıq qəbul imtahanlarının suallarını rahat şəkildə işləyir. Zeynəb, xoş gördük. Sualları necə işləyirsən? Bu neçənci il indi işlədiyi neçənci ildir? 2022. 2022. Neçə dənə düzün çıxdı buradan? 2 dənə səhv çıxırdı, yəni uzağı, o da diqqətsiz. Hələ 10-cu sinifdən 2 dənə səhv. Çox əla, çox gözəl nəticədir. Sən 10-cu sinif olaraq nə məsləhət görərdin bəs aşağı siniflərə? Bayaq uşaqların dediyi kimi də dərslərini sistemli şəkildə oxusalar problem yaşamaz. Bəli.
Onu da bildirim ki, Zeynəb onun sinif olmana baxmayaraq 11-ci siniflər kimi bütün əlavələrə qatılır. Yəni öz dərs cədvəlindən əlavə dərslərə də gəlir. Yəni bu çox gözəl, məsuliyyətli bir işdir. Aytac, xoş gördük. Danışmaq istəyirsən? Sənin ürək sözlərin var. Aytac da həmçinin bizim savadlı tələbələrimіздəndir. Baxmayaraq onun sinifdə o da qarşısına çox böyük məqsəd qoyub. Sən Aytac 4-cü qrup idin, birinci? Birinci qrup. İnşallah sənin nə olar təkliflərin, arzuların aşağı sinif uşaqlarına? Uşaqlar məsuliyyətli olsunlar, 9-10 sinifə qədər onun proqramı yaxşı öyrənsinlər ki, hər şey abituriyent dönəminə qalmasın. Çünki məktəbdə öyrənilən dərs hazırlıqdakılardan daha yavaş-yavaş olduğu üçün daha yaxşı mənimsənirlər. Hazırlıqda hər şey üst-üstə gəldikcə uşaqlara da əziyyət olur. Ona görə də məsləhət görərdim ki, proqramı hiss-hissə və başa düşərək öyrənsin. Düzdür. Səndən özə 7-ci sinifdən biz deyəsən, fən müsabiqəsindən tanış olmuşduq. Aytazla. Bəli. Bəli, pandemiya rəfələri idi. Yəni o vaxtdan Aytac həqiqətən çalışqanlığı ilə fərq yaratmağa bacarmışdı. Uğurlar Aytac sənə də. Zinət xanım, xoş gördük. Sən necəsən? Mən də yaxşıyım. Aha, Zinət də 4-cü qrupumuzdur bizim. Sənin arzuların, təkliflərin nə olacaqdır? Amma fərqli bir şeydir. Artıq uşaqlar dedilər, fərqli sən nə bildirə bilərsən? Fərqli bir şey nə deyə bilərəm? Sistemlə çalışmaq lazım, yine eyni şey oldu. Yəni, sistemlə çalışmaq lazım, məsuliyyətli yanaşmaq lazım. Hər şey son gün saxlamaq olmamalı məncə. Başqa deyəcəyim şey yoxdur. Aha, özü sənin qrupunda çox ağır qrupdur. Sən də hansı sahəni istəyirdin? Tip sahəsini istəyirsən. İnşallah bəli, arzuna çatarsan. İnşallah uşaqlar, hər birinizə bir daha uğurlar arzu edirəm. İnşallah hər biriniz arzuladığınız ixtisasa yiyələnərsiniz. Bu çəkilişi bir dəfə də imtahandan sonra eləyərik. İmtahanlardan sonra nəticələrinizlə, yüksək nəticələrinizlə davamçılarınıza inanıram ki, motivasiya olacaqsınız. Hər birinizə bir daha uğurlar.